Çempionlar Liqasında Chelsea ilə oyunda zədələnən Kadi Borges'in yerinə bildiyiniz kimi Qarabağ Futbol Klubu iştirak ərəfəsində Johnny Montiel'in adını yazdırmışdı. Lakin Kadi Borges artıq sıralara qayıdıb və komanda ilə birgə məşqlərə başlayıb. Azarkeşlərdə belə olan halda sual yaranır. Eintracht və Liverpool oyunda hansı futbolçu meydana daxil olacaq? Əgər qaydalara baxsaq, zədə səbəbindən siyahıdan çıxarılan futbolçu yalnız 60 gündən sonra yenidən siyahıya salına bilər. Bu isə qarşılaşmanın başlamasına 24 saat qalmışa qədər mümkündür. Onu da qeyd edək ki, adı siyahıdan çıxarılan futbolçu yalnız onu əvəzləmiş futbolçunun əvəzinə yenidən siyahıya qaytarıla bilər. Bu isə o deməkdir ki, Kadi Borges əgər siyahıya əlavə olunacaqsa, Johnny Montiel siyahıdan çıxarılacaq. Konkret Kadi ilə bağlı duruma gəlincə isə onun 60 günü yanvar ayının 19-unda başa çatır. Bu tarix isə Çempionlar Liqasında Eintrachtla vacib oyunda iştirak etməsinə imkan verir. Oyun isə ayın 21-də keçiriləcək. Qalır Qurban Qurbanovun qərarı. Bəs siz əziz azarkeşlər Qurban Qurbanovun yerində olsanız hansı qərarı verərdiniz? Montiel yoxsa Kadi?